Aleyküm değerli müminler. Qabağıma bir fitness kanalı çıxdı. Hətta bu kanalı qoyacağım axırdakı baxarsınız. Yəni fitness kanalı. Kim rədd edəcəm? Sizə edə bilər. Rəddiyə. Və ki birinciyə qoyacağım indi o baxarsınız indi. Deyir ki orada Estağfurullah. Həzrəti Ömər rəziyallahu anh güya ki öldürüb də, yəni Həzrəti Əli rəziyallahu anh xanımını da yəni bilirsən. Güya ki öldürüb. Öldü ki şiddətlə qapısını yandırır Həzrəti Ömər rəziyallahu anh birləşiblər Estağfurullah. Bu hədis uydurmadır. Bu hədis var belə. Bu uydurmadır. Əhl-i sünnə bunu zəif görüb. Bəzi əhl-i sünnə qədər alimlərimiz bunun ki uydurma yox, uydurma. Bu uydurma bir hədisdir. Uydurma bir hədisə iman etmək olarmı? Güvənmək olarmı? Əlbəttə ki, xeyr. Uydurmadır, yəni özü bilinir ki, uydurmadır. Əhl-i sünnə alimləri deyir ki, bu uydurmadır. Yəni buna inanmaq lazım deyil. Bunlar da ki deyir ki 69 ildən bir yerdə bunun dəlili var. Uydurma şey laf 100 yerdə dəlil olsa da uydurmadır. 100 dənə olsa uydurmadan o mütəşabih olmur. Mütəşabih deyirəm. Yəni səhih olmur o. Yəni uydurma uydurmadır. Bunu qarışdırmayın. Uydurmaya da iman etmək olmaz. Səhiyə iman etmək olar. Allah hidayət etsin bunları. Zəif də ki o deməkdir ki, yəni əllərlə yəni ola bilər, olmaya da bilər. Zəif bu deməkdir. Ola bilər, olmaya da bilər. Amma ən çox görüş bu bidətdir, bu uydurmadır. Bir şey inanmayın. Resulallah, ey Atacan, ey Resulallah. Gör Əbu Bəkr ilə Ömər səndən sonra bizim başımıza nə oyunlar açırlar, nə müsibətlər başımıza gətirirlər. Bu anda bax, burada bir dənə bölümə açır. Süleym ibn Qeys Hilali. Həzrəti Əli əleyhissalamın müdafiəsi Peyğəmbərin sülaləsindən. Həzrəti Əmirəl-Möminin Əsədullahil Qalib Peyğəmbərimizdən sonra ən qeyrətli şəxsləridir. Həzrəti Əli əleyhissalamın üstünə qeyrətli adam kimi. Estağfurullah. Həzrəti Ömər rəziyallahu anh bunlar işləri, Həzrəti Əbu Bəkr rəziyallahu anh bunlar işləri vardı. Bir də ki o böyük şəxslər, böyük yəni İslamın təmsil edən o iki şəxsdir. Birinci şəxslərdən biri yəni məlum. Peyğəmbərimizdən sonra ən təqvalı olanlardan kim idi? Peyğəmbərimizdən sonra. Sonra Həzrəti Əbu Bəkr rəziyallahu anh gəlir birinci təqva olaraq. Sıddıq məqamında olur. Sıddıq məqamında. O məqamında heç kim olmayıb. Həzrəti Əli rəziyallahu anh o sıddıq mənlə olmayıb. Sıddıq olmayıb. Sıddıq bir insan bu da Həzrəti Əbu Bəkr rəziyallahu anh mirasda da bəlli olur. Hər nəsə. Sonra Həzrəti Ömər rəziyallahu anh nə ilə tanınır? Ədaləti ilə tanınır. Yəni onunla bilinir də yəni ədalət deyəndə ilk halda nə gəlir? Həzrəti Ömər rəziyallahu anh gəlir. Allah hidayət etsin. Sonra da ki Həzrəti Osman rəziyallahu anh Allah da böyük bir şəxs olub, gözəl bir insan olub, çox gözəl. Yəni təqva olaraq da çox gözəl. İlmi təqva olub. Şəhid olub, yəni oruclu ikən yəni ölüb də yəni birisi yəni şəhid olub. Oruclu olaraq amma oruclu. Oruclu olduğu halında olub. Bu gün fitnəçilər deyir ki, onlar yox. Biz onları qəbul edemirik ki. Sadəcə Əleyhisselam deyirlər. Əleyhisselamı biz qəbul edirik. Başqasını qəbul etməyək deyirlər. Nə deyim Allah sizə? Min cür haqq edirsiniz. Qiyamət günü bəlli olacaq. Hər şey bəlli olacaq onda. Bu kitabı Muhammed Baqir Ənsari Zəncani təhqiq eləyibdi 150-ci səhifəsində. Burada Ömər ibn Xattabın o çirkin işlərini gətirir, Əbu Bəkrin o çirkin işlərini gətirir ki, qapını gəldilər, yandırdılar, Həzrəti Fatimə Zəhra salamullah əleyhanı cınaqına vurdular, qollarına qamçı ilə vurdular. Bu anda Həzrəti Zəhra səsləndi göyə ki, ya Əbətah, ya Rəsulallah, ey Atacan, ey Rəsulallah. Burada deyib ki, İslamın özü Şiə məzhəbi İslamın özüdür. Ben böyle bir şey deyib burada. Açıklamasında. Əhl-i sünnə İslamın özüdür. Şiə isə yəni sonradan yaranan bir mundar bir firqə deyək ki. Böyle məzhəb yazılır. Məzhəb haqqı tutmaq. Haqqı məzhəbdir özü.
Onu belə düz yazılmayıb. Qardaşım, belə etmə. Vallahi çox cəhənnəmə yanacaqsan. Belə etmə. Tövbə elə. Yaxşı işdən gör. Fitnəsi işdən çalışma. Yaxşı işdən çalış. Cümə günündə yaxşı işlə məşğul ol. Bu nə məndə işte belə. 69 dənə sənətdə bunun deyi var, bunun deyir. Nəysə, Allah hidayət etsin bu kimələrə. Hətta bura hədis də qoyacam. Bu uydurma deyə bu hədis qoyacam bura baxırsın. Uydurma deyənə. Biraz gün araşdırın da bu belə beyinsiz diyorlar. Zəif hədis görüşdə var. Uydurma hədis görüşü daha çox var. Belə bir şey olmayıb, bu cəfəngiyatdır, bu uydurmadır, buna inanmaq imanı əldən gedər bəlkə də, Allah qorusun. Hadi Allah'a emanet. Fəəxəzə bitəlabibihi sümmə nətərəhu fəsara'a. Deyir ki, Həzrət Əli əleyhissalam dərhal yerindən durdu. Dərhal yerindən durdu və Ömər ibn Xattabın yapışdı yaxasından. Şiddətlə çəkərək vurub yerə. Və burada və vəcəə ənfəhu və rəqabətəhu və həmmə biqətli. Deyir ki, Ömər ibn Xattabın burnunu əzişdirdi Həzrət Əli əleyhissalam. Burnuna vurdu və onun boynuna vurdu. Buna kifayətlənmir Həzrət Əli əleyhissalam. Ardından deyir və həmmə biqətli. Az qala ki, onu öldürsün, onu qətlə yetirsin, onun canını alsın. Və ardında deyir ki, fəzəkərə qavlu Rasulullah sallallahu aleyhi və səlləm və ma'asabi. Bu anda Həzrəti Əli əleyhissalam Həzrəti Peyğəmbərimizin vəsiyyətini xatırlayır. Vəsiyyəti deyəcəm nədir? Amma burasını sizlər bilin ki, Həzrəti Əli əleyhissalam Həzrət Fatimi Zəhranı müdafiə edibdi. Bu ki, Həzrət Əli əleyhissalam Ömər gəlibdi, Həzrət Zəhranı vurubdu və Həzrət əleyhissalam müdafiə eləməyibdi. Bəs harda idi? Əstəğfurullah, bəs qeyrətsiz idi əgər bu işi görübdü, müdafiə eləməyibdi. Bu hamısı yanlışdır. Yalan bir sözlərdir, söhbətlərdir ki, Vəhabilər gəliblər cəmaatın, xüsusilə Şiə cəmaatının hissləri ilə oynayırlar. Ta ki, bu Əbu Bəkrin o mındar işlərinin üstünü örtsünlər. Ömərin o çirkin işlərinin üstünü örtsünlər. O cinayət Radiyallahu anh deyir ki, hədisidir, səhih hədis. Kim mənim adımdan yalan danışsa, cəhənnəmdə yerinə hazır bilsin. Yəni cəhənnəm mənim adımdan yalan danışsa, yəni hər hansı bir insan yalan danışsa, cəhənnəmdəki olan yerinə hazırlasın, yəni hazır bilsin. Yəni ki, yalan çox böyük bir şeydir. Özü Həzrət Əli radiyallahu anh haqqında qəti. Yalan demək bir günah, Həzrət Əli radiyallahu anh kimi bir böyük bir səhabə, demək xəlifə, özü 4-cü xəlifə, onun haqqında yalan danışmaq da bir günahdır. Bir günah daha çox günahdır. Vəbali çox ağırdır, çox ağırdır. Bundan qaçının. Həzrət Əli radiyallahu anh haqqında yalan danışmayın. O ilmin qapısı olub. Onun ilminə bax, bizim ilmimizə. Biz kimik? Onun ilmi qarşısında. Allah nəbi ilə bətək. İnsani olaraq onun ilmi nə qədər çox. İlmin qapısı Həzrət Əli radiyallahu anh. Biz deyirik, nə deyirik? Yox, mən qəbul eləmirəm, mən bunu bilmirəm. Məsələn, şeyhlər deyir. Şeyhlər bilirsiniz ki, təkcə 10 səhabəni qəbul edirlər. Digər səhabələr qəbul eləmirlər. Mənə görə digər səhabələr qəbul edirlər. Öz hədislərində də. İmam Baqir əleyhissalam öz uydurduğu hədislərində onun adından yazırlar. İmam Cəfər radiyallahu anh, Allah ona razı olsun. Onun adından bunda iş görürlər. Onunla yalan danışırlar. Cəfhəri məzhəbdə çıxarırlar öz-özündən. Öz-özündən çıxarılan bir şeydir. Yahudinin çıxartdığı bir fitnəli bir şeydir bu. Anladı. Firqə. Fitnəli bir firqə. Yahudinin çıxartdığı. Biz tək haqq olan əhl-i sünnədir. O zaten araşdıranlar biləcək. Hətta bir günlərim bir qardaş mənə deyir ki, bir gün bir şiə yol gedirdim, şiə ilə. Yəni taksi idi, o da mən yolcu idim. Gedirdim, namaz vaxtı gəldi, namazı qılır da belə, namazını qılır. Deyir ki, sən sünnə namaz qılırsan, deyir, hayır, əsr sünnə namaz qılıram. Deyir ki, əslində siz düz edirsiniz, biz səhv edirik. Əslində deyir ki, sən niyə deyirsən, bu mən şiəsən, deyir, mən şiəyəm, amma mən sünnə namaz qılsam, mən öldürərlər. Bax, nə deyir. Mən sünnə namazını qılsam, mən öldürərlər. Mən oxumuşam, bilirəm ki, əhl-i sünnət doğru yoldur. Şiə səhv yol, bax, şiə deyir, öz şiə deyir. Əhl-i sünnət deyir.
Şiə deyir ki, Əhl-i haqq yoldur. Amma mən bunu insana desəm, məni öldürərlər. Bir topluluqda şiə namaz qılırlar belə. Mən onlardan namaz qılmasam, bağlı namaz qılsam məni öldürərlər. Məni alim uşağı öldürərlər. Belə bir toplumda bunlar. Ayılma artıq. Əhl-i deyir ki, azadsın. Nə namaz qılsan qıl. Amma müsəlman olmayasan bəlkə də şiə namaz qılsan və digər qılsan. Bizdə azadlıq var. Ola bilər var ki, şiə namazı qılmadan sonra öldürərəm deyirlər. Ali və bütün nəsli öldürərəm deyirlər. Təhdid edirlər şiələr. İslamda bir şey var. Hava görmüsünüz ki, Həzrəti Əli rədiyallahu anh deyib ki, tez ol namaz qıl, Əhl-i namaz qıl və ya şiə namazı qıl. Hava deyib. Demiyor. Yani biz heç mi demirik ki, zorla namaz qıl tez ol. Biz demirik, biz sevgi ilə deyirik ki, namaz qıl. Namaz yaxşı şeydir. Və dərinləməsən şey danışırıq. Böyle nə deyirlər? Kibir. Namaz qılmışsan səni öldürərəm deyirlər. O bir şeydir. Bir də müsəlman olarmış sən. Bir ağlını başına almısan. Sonra deyirlər ki, biz Əhl-i dostluq bizim aramızda Vəhhabilər yıxdı. Vəhhabi ilə dostu sizsiz. Vəhhabinin dostu sizsiz. Biz Vəhhabilərə uzaq. Vəhhabi hara, Əhl-i hara. Vəhhabi də səhv yoldur. Şiə də səhv yoldur. Müasir səhvsi zaten səhv yoldur. Yəni bu kimi beyinsizlər qulaq asmayacaq. Yəni biz danışında deyirsən Vəhhabisən, sən Vəhhabilərin dostusan, saqqalın var sənin. Deyəcəklər bildir. Allah bilir, bizə yetər. Hadi Allah'ım. Bu küfür. Küfürçülərə qulaq asmayın. Hadi Allah'ım. خالدين فيها نعم أجر العاملين الذين صبروا